Hə. Bu nədir? Mən o legatodur. İki dənə fərqli səs bir-birinə bağlı və rabitəli çalınır. Ay, sağ ol. Yaxşı. Bəs bu nədir? Bunlar liqadır. Liqa iki dənə eyni səsi bir-birinə bağlayır və birisi çalınır, digərinə qədər uzadılır. Burada təkcə budur, liqa. Xeyr. Başqa hansını göstərə bilirsən? Burada. Ay, sağ ol, bunda. Bəs bu nədir deyə bax bu hərf? Bunlar atrisiya işarələri. Yo. Bunlar nə idi? Nə idi? Dinamik işarə. Dinamik işarələr. Burada iki dənə p var. Pianissimo deməkdir. Son Yox. lap yavaş deməkdir. Ay, sağ ol. Lap yavaş. Bəs bu nədir? O ptop pauzadır. Burada ölçüsü 4-də 4-dür. Ona görə də bu birisi 4 və ya sayılır. Bəli. Elə bütöv pauzadır, 4 və ya sayılır. Yaxşı. Bu nədir? O diez işarəsidir. Aha. Buna açar işarəsi deyə bilərik. Xeyr. Əgər Bəs nə deyərik? açarın qabağında yazılarsa açar işarəsi olur, amma notun qabağında yazılarsa ancaq o xanədə çalınır. Ay, sağ ol. Xanə daxilində Çalınır. ifa olunur həmin diyezlər və yaxud da bemollar. Yaxşı da görüm. Onda bunun adı nə olur? Təsadüfi işarə. Təsadüfi. Bəs bu nədir? O mezzo fortedir. Ay, sağ ol. Forte cüşür deməkdir. Mezzo fortedir, orta cüşür. Ay, sağ ol. Əla. Bəs bu? O qurtarma işarəsidir. Bəli, yəni əsərin qurtardığını göstərir. Bu nədir bəs? Əgər bunun qabağında 2 dənə nöqtə olsa, altında, üstündə, bu əsəri təzədən çalacağıq, başdan. Onun adı nə olur onda? Onun adı repriza. Ay, sağ ol. Repriza. Yaxşı de görün Məhəmməd. Bax, bu nədir? O əsərin üzərində yazılır. Yox, əsərin üzərində sözü yoxdur. Xanənin üstündə yazılır və yaxud da altında yazılır. Üstündə yazılarsa nə olur? Üstündə yazılarsa bir oktava yuxarıdan çalınır, altında yazılarsa bir oktava aşağıdan çalınır və bunun özü oktava deməkdir. Bəli, ucaltma işarəsi və yaxud da alçaltma işarəsi. Yaxşı da görüm, bu necə notdur bəs? Bu bütöv not. Neçəyə sayılır? Birisi 4 və ya. Ay, sağ ol. Düzdür. Yaxşı. Mən məsələ çalanmamışım, üçün muska şəkil. Bəs bu? Bunlar nədir? Bu qabağındakı diyezlər. Bəli. Nə deyirik buna? Açar işarələri. Ay, sağ ol. Bunlar... Hansı diyezləri göstərir bu? Burada si... Yox. Diqqətlə bax, raşotkasına bax gör, hansı notun yerini göstərir raşotkası? Do. Ay, sağ ol. Deməli, nə olur? Əsər boyu biz harada do görsək, onu çalacaq. onu nə çalacaq? Do diyez. Bəs bu? Fa. Bəli. Fa diyez, do diyez. Yaxşı, Məhəmməd. Bu nədir? Onlar pauzadır, çərək pauzadır. Neçəyə sayılır? Birisi 1 və ya. Ay, sağ ol. 1 və ya sayılır. Məhəmməd, bu özü nədir bəsdir bu? Bunlar ölçüdür. Əsərin neçə və ya olduğunu bildirir. Neçə, ay sağ ol, neçə hissəli olduğunu, neçəyə sayıldığını, üstdəki rəqəm neçə hissəli olduğunu bildirir, altdakı rəqəm isə uzunluğunu bildirir. Yaxşı. Başqa qoyarım, nə görürəm burada fərqli. Məhəmməd, bax bu bir xətlə birləşən notlara necə notlar deyilir? Onlar 8-lik notdur. Birisi 1-ə sayılır. Bəs neçəsi 1 və sayılır? Birisi, ikisi. Ay, sağ ol. İkisi 1 və sayılır. Bu nədir bəs? Bu çərək. Çərəkdir bu. Nə idi? Bir bayraqcığı varsa? Bayraqcığı varsa 16'lı. Yox. Bir xət və yaxud da bir bayraqcıq eyni şey deməkdir. 8'lik. Bəs bu nədir? O pauzadır. Necə pauzadır?
Mən bunlar Yenə bir bayraqcığı var. Bir bayraqcığı var. Mən çərəkli 8-lik. 8-lik düz cavabdır. Yaxşı, Məhəmməd. De görüm bu nə notudur? Birinci nə edirik tez? Açara baxırıq. Açara baxırıq. Mən skripka açarıdır. Skripka yox, skripka. Skripka açarıdır. Hə, Mən hansı burada notdur bu? Do aşağıda re. Yo, aşağı. Və si. Si. Hansı oktavanın si notudur bu? Biz 3-cü Yo, bax. Birinci oktava, ondan aşağıki mən kiçik. kiçik, bəli, düz cavabdır. Kiçik oktava. Yaxşı, Məhəmməd. Bu nə notudur bəs? Bu bir bayraqcıqdan ibarət olur. Bəli, və 2 dənə də əlavə xətti var. Onda nə olur? Hansı notdur? Altdan C əlavə xəttin altında yazılır. Onda hansı not olur bu? 8. Hansı not olur? Notun adı. 2-ci əlavə xəttin altında. Ha, bir dənə xətt var idi, si idi. Bəli. 2 dənə əlavə xətti olanda isə Mən sol. bəli. Sol. Məhəmməd, bəs bu nədir? Pauzadır, yarım pauza. Ay, sağ ol. Üçüncü xəttin üzərində Üstündə yazılır yazılır. və Neçə və ya sayılır? 2 və ya. Düzdür, 2 və. Bəs bu nədir? Ha, bu nöqtələr nəyi bildirir? Nöqtələr onların uzun. Nəyini? Nəydi onun adı? Sakata. Nə iş görür? Qırıq çalınır. Ay, sağ ol. Yaxşı, nöqtə pauzanın üstündə ola bilər. Ay, sağ ol. Çünki pauza heçdir. Heç nədir də, yəni musiqinin kəsildiyini bildirir. Bəli. Ümumiyyətlə, pauza gördüyümüz an musiqi tamamilə kəsilir. Yaxşı, Məhəmməd. Məhəmməd, bu nədir? O fortedir, güclü deməkdir. Güclü. Yaxşı, 2 dənə not eyni anda bir dənə əldə tutularsa, deməli bu nə sayılır? Bunlar Eyni anda vurulursa bu nə sayılır? 2 və daha çox not. akord. Bəli, akord. Bəs yazdırmışdım da ki, 2 və daha çox səsin birlikdə səslənməsi akord adlanır. Dəftərdə 2-ci cümlədə idi. Ay, sabah görsən deyə bilmədin onu. Əvvəllərdən. Yaxşı. De görüm. Bax, birinci açara baxsın. Bu nə notudur? Baz açardı. Aha. Nə not olur? Sol. Ay, sağ ol. Kiçik oktavanın sol notudur. Bəs bu nə notudur onda? Arasında yazılır. O da si. Bəli, si notudur. Bas açarında birinci oktavanın notunu öyrənmisən? Əlavə xətlərdə yazılanlar. Məsələn bu bas açarında nə notudur? Bas açarında. Onu çəkmədim. Yaxşı. Yazmışam amma öyrənməmsən. Bax, yazmışam. Birinci oktava. Hə, bax görsən bunu göstərirdim. Re. Bax, Məhəmməd. Bayaq bir xəttlə birləşən notları göstərdi. İndi burada 2 xəttlə birləşən notlardır. Bu necə notlar olur? 2 xəttdən birləşən notlar 16-lıq notlar sayılır. Aysu, nətər sayılır? Say görüm məsələn bunu. Neçəyə sayırıq? Birinci ölçüyə baxırıq da. 2-yə. Aha, say görüm. 1, hir və hə. Sonra? 4-ü 1 və-yə sayılır. Aysu, sonra 2, hir və hə. Deməli, 2 və-yə bir xanə 2 və-yə sayılır. Bir hir və hə deyərək. Yaxşı. Bəs bu nədir? Bax, bu işarə nədir? O crescendo. Crescendo. Nə iş görür o? Onun başı sağa gedirsə, bu gücləndirir. Aysu, üzü sağa gedirsə, Gücləndirir. tədricən gücləndirir. Bəs bu nə iş görür? Onun özü sağa gedir. Ona görə adı diminendodur və tədricən yavaşladır. Ay, sağ ol. Tədricən zəiflədir səsi. Bu ölçünü say görün. Bax, bu xanəni say mənə. Necə sayarsan? 1. Necə sayırdıq 2 xəttlə birləşənləri? 1. Hir.
Yox, 1 və Hə. hə. Ay sağ ol. Əminə. Sonra Mən 2 və sonra Mən 1 və 2 2 və. və. Bildin? Bəli. Bu nədir? Bunu da de. Mən üstündən mən bu Fer. fermatadır. Notun üzərində yazılarsa, ifaçının üstündən asılı olaraq uzada bilərik. Uzadırıq və yaxud da Mən əsərin xarakterindən asılı olaraq uzanır. Bir də yəni qeyri-müəyyən qədər uzadılır. Yəni onun ölçüsü dəqiq məlum olmur. Bunu da de bitirək. Bax, nöqtə notun sağ tərəfində yazılıbdır. Bu nə iş görür? Mən notun sağ tərəfində yazılarsa, not Öz yarısı öz yarısı qədər çoxalır. artır, uzanır. Öz yarısı qədər uzanır. Məsələn, bu neçəyə sayılır onda? Mən bu üstünə yarım notdur. 2-yə sayılır. Bunun yarısı 1 vədir. Cəmi oldu 3 3 və. Başa düşdün?